Random bir Bakı günündən hamınıza salamlar. Hər vaxtınız xeyir olsun. Yeni videomda hamınızı xoş gördüm. Soruşsanız ki, bugün mövzumuz var mı? Bugün mövzumuz biraz əsəbdir. Necə əsəb? Həm mövzunu danışanda mənim əsəbləşməyimin normallığı, həm əsəbləşib danışmağımın normallığı, həm sizin əsəbləşməyinizin normallığı üzərində danışacaq. Uzun sözün qısası əsəbdən danışaq. Bilirsiniz ki, öz aramızda seriyaları sadəcə mən mikrofonumu üstümdə gəzdirdiyim üçün, bəzən də gəzdirmədiyim halda onaylarınızla, random baş vermiş hadisələrə görə çəkilir, bəzən ağlıma gələn cümlələrə görə çəkilir və bugün bir şeyə əsəbləşdim. Amma ciddi bir reaksiya söz konusu deyil. Yəni biz reaksiya ilə emosiyalarımızı seçməyə öyrənməliyik və bugün bu haqda danışacağıq. Külək çoxdur. Hər nə qədər mikrofon udsa da mən bunu ağzıma yaxın tutmağı tərcih edirəm. Okey. Deməli, nə edəcəyik? Bir adam maşını üstümə sürürdü və mən yol keçirdim. Xəttin üzəri ilə sadəcə çox yüksək sürətlə gəlirdi. Dedi ki, bax da qabağıma, körsən və mən dayandım maşının qabağında. Dedim ki, bir, bura piyada keçid dedi. İki, sən sürət həddini aşmısan. Nömrəvin filan şey olmağı, maşının da filan şey olmağı mənə maraqlı deyil. Və bu məni əsəbləşdirməyə cəhd elədi və təsəvvür edin, arxadan maşınlar gəlir və insanlar keçir və bu adam sürməlidir. Bu adam dayanıb və bu adam bu qədər rahatdır özündən ki, buna heç kim heç nə eləyə bilməz. Və mən sonra dedim ki, mənə maraqlı deyil, sən kimsən və kim olmusan və olacaqsan. Dedim, istəyirsənsə mən sənə öz bilgilərimi verə bilərəm də. Yəni, mən kimliyimi sənə deməkdən qorxmuram. Belə bir an yaşandı və o qayıtdı ki, mənim üçün fərqi yoxdur kimsən, mən belə əsəbimi pozan insanları görmək istəmirəm. Beyni çöndü, mən ona belə baxıram. Adam maşına mindi, mən də davam elədim yola və gəlib oturdum. Gördüm ki, müşahidə olaraq vücudumda biraz stres qalıb və sorğulamağa başladım. Şu anki stres nəyədir? Adamı incitmədiyim üçün çox sağ olun. Enjoy. Dedim, görüm bu stres nəyədir? Adamı incitmədiyim üçün, yoxsa o an vurma başını partlatmadığım üçün, yoxsa oradan belə keçdiyim üçün. Yəni bu əsəbin, bu hiss etdiyim anlıq stresin normallığını qəbul eləyir və sorğulamağa başladım ki, bu niyə oldu? İndi isə bombaya hazırsınızsa, hə. Sadəcə adamın üstümə sürdüyü və mənim qorxduğum üçündür. Amma bir neçə il öncə olsaydı, mənim əsəbim onun mənim üstümə qışqırdığı üçün və ya maşını üstümə sürdüyü üçün və ya sonra mən sən kimsən dediyi üçün olardı. İndi keçək əsas söhbətə ki, mən bunu niyə danışıram? Çünki siz seçməlisiniz bəzi sözləri distinksiya eləməyi, yəni fərqləndirməyi. Bunu artıq tutmağınız lazımdır. Çünki yaşamınızı ciddi şəkildə əlinizdən alır və həyatınızı əngəlləyir bu fərqləndirmə bacarığı. Məsələn, siz eşitmişsiniz ki, filan şey pisdir və onu eləməmək lazımdır və bu çox absurd səslənir. Bəli, əsəb zərərlidir. Kortizolu indi düşmən çıxardıblar da. Kökəlmə kortizoldandır, qadın enerjisini bloklayan kortizoldur. Allah kortizolun bəlasını versin gibi sosial media kontentlərlə doludur. Kortizolu necə aşağı salarlar, necə eləyərlər və s. Amma məsələnin müəyyən səviyyə olduğunu dərk eləməyimiz lazımdır. Yəni, əgər kortizol bizə lazım olmasaydı, o bizim vücud sistemimizdə olmazdı. Bu, bilirsiniz nəyə bənzəyir? Elə bil ki, siz deyirsiniz ki, məndə qoy ferritin olsun 300, mən lap enerjili olum. Ferritin olsun 500, mən lap yaxşı olum. Amma bu artıq iltihab dərəcəsi deməkdir. Eyni şey kortizol üçün də keçərlidir. Bu bir hormondur, stres hormonudur və stres hormonunun tamamən olmamağı problemdir. Çünki siz bu halda məsuliyyət, acı, heç nə hiss eləmirsiniz. Yəni, o maşının üstümə sürməsi nümunəsindən adam, mən orada o an narahat olmazdım ki, okey, vur məni öldür. Çünki mən o an stres olub, irkilib geri çəkilmirəm, irkilib irəli getmirəm də, okey, belə lələ gedirəm və yüksək sürətlə gələn bir maşın mənə çarpır kimi. İndi isə gələk, mən niyə məhz bu mövzunu danışıram? Nəyə əsəbləşdiyinizi bilmək sizə çox ciddi dəstək olacaq. Bu, hansı səviyyədə olduğunuzu göstərir. Var insan səviyyəsi. Yəni biz biraz qəribə oldu bu insan səviyyəsi. O birislər nədir bəs? Yəni norma səviyyə deyək də buna ki, okey, təbii səviyyə. Özüm belə saya tapdım. Buna deyək təbii norma. Məsələn, anlıq olaraq bir maşının üstümə
gəlir və mən o an qorxuramsa ki, bu instinktiv bir hərəkətdir də, öz amigdalamın tetiyidir. Həqiqətən sağ qalmaq üçün geri çəkilirəm. Perfect. Buna anlıq stres normaldır və sonra bu tık tık olur və keçir. Mən özümə göstərirəm ki, Fidan bax, salamatsan, hər şey yaxşıdır, heç nə olmadı, все, otur. Dəftər qələmin yanında, qəhvənin yanında işini gör. Və təsəvvür eləyin, masajdan çıxmışam, eniştənizi gözləyirəm və bu arada belə bir hadisə baş verir və bu mənim bütün günümü zəhər eləyə bilərdi. Amma mən bunu hal-hazırda çözmüşəm və siz də çözəsiz deyə sizə danışıram. İndi olayımız nədir? Siz baxacaqsınız bundan sonra nəyə əsəbləşdiyinizə. Nümunə verəcəm eyni situasiya üstündən. Məsələn, mən əsəbləşdim o an, çünki o mənim üstümə qışqırdı. It means that mən egodur da bu. Yəni mən kimisə özümü aşağılanmış hiss elədim. Bu mənim egoma dəydi, xətrimə dəydi, nə bilim, küstüm. Bunlar hamısı ego səviyyəsidir. Bu bizə heç nə eləmir. Siz ego səviyyəsindəki streslə sadəcə ömrünüzü çürüdə bilərsiniz. Biraz daha dərin nümunələr verim. O vaxt filan kəs mənə belə demişdi. Ona görə də mən filan yerdən çıxdım, getdim. Halbuki o yerdə qalmaq sənin peşən üçün, gələcəyin üçün çox dəyərli ola bilərdi. Amma sən filan kəsin sözü, filan kəsin baxışı sən egona dəymişdi deyə belə elədin. Aradakı fərqi tutmağına yardım eləməyə çalışıram. Sonra biri var ki, mən orada niyə bunun payını vermədim kimi bir stres olmuşam və bu yenə eyni məsələdir. Mən orada özümə bir ekstra məsuliyyət yükləmişəm ki, bunun ağzın payını verməliyəm. Mən buna hamıya nəsə öyrətməliyəm. Məsələn, mən küçədə elə insanlar görürəm. Son zamanlar daha çox piyada gəzməyə başlamışam. Çünki bir dəfə oturdum, telefonda bu addım sayara baxdım ki, məndə addımlar günlük maksimum 2000 falan göstərir və hər daim idman eləyən bir adam birdən-birə həm idmanı dayandırıb, həm gəzməyi bədən üçün katastrofik haldır. Ona görə indi çalışıram ki, şəhər içi gəzim və piyada gəzim, beləcə həm də müşahidə eləmiş oluram. Arada hoppana gəzən qız görsəz, mənəm, gəlin salamlaşaq. Və gəzərkən arada nə görürəm? Hansısa bir adam və başqasına oturub izah edir ki, sən niyə yüksək sürətlə səslə danışırsan, ya da sən niyə yerə zibil atmısan və başqa birini tərbiyələndirə biləcəyini zənn edir. Və bir var prosta bir söz, bir var bunun üçün stres çəkmək. Bax, bu gərəksizdir. Bu stres sənə heç nə vermir. O səni başa düşməyəcək. Sən sadəcə özünlə olan, özünün məsuliyyətini götürə bilməməyin, öz yaşamını səliqəyə sala bilməməyin hıncını o adamdan çıxırsan ki, sən niyə şəhərimizi bu günə qoyursan, nə bilim nə və belə şeylər. İndi qayıdım başqa bir məsələyə. Əsəbdən danışmışkən, bəzən siz elə bilirsiniz ki, tutaq ki, okay, stres olmazı çözdük, bilirsiniz ki, nə qədər lazımdır və vacibdir və hansı səviyyələrdə. Bir də var ki, siz düşünürsünüz ki, okay, bu normaldır. Deyil. Necə deyil? Yenə distinksiyaya qayıdıram, fərqləndirməyə və buna görə belə ayrı-ayrı yerləşdirirəm onu sizin üçün ki, o artıq sizdə otursun. İndi isə gəlirik müddətinə. Məsələn, buradan yol keçdim, əsəbləşdim, keçdim, bura oturdum və bitdi. Bir dəqiqə çəkdi mənə oturandan sonra. Yəni, bu anlıq reaksiya bir neçə dəqiqə çəkdi və bitdi. Всё, bu söhbət kapandı, artıq mən sizlə video çəkirəm, danışıram və bunu informasiya və bilgi, təcrübə versiyasını sizə ötürürəm. Və təsəvvür eləyin, bəzi adamlarda bu saatlar çəkə bilər. Sinir sistemimizə dələnə bilər. Bəzi adamlarda bu günlər çəkə bilər. Bəzi adamlar illərdir, neçə il bundan əvvəl baş vermiş şeyin stresini hələ də çəkir. Yadına düşdükcə oturur və əsəbləşir. Təkrar-təkrar coşur, təkrar-təkrar daşır və bu coşub daşmağın bir işə yaradığını zənn eləyir və olan yenə dönüb dolaşıb özünə olur. Tutabildiniz nədən bəhs eləyirəm? Və son olaraq bir şey də deyim, artıq yekunlaşdırıram bu videonu. Məsələn, mən belə bir şey oxudum bir neçə gün bundan əvvəl. Bəlkə də qarşınıza çıxıb, çünki çox izlənmişdi video. Bir türk influencer yoxsa trener, nəsə belə bir xanımdır və o nəsə yəqin ki, treyning satır, çünki satışları ilə bağlı idi video. Deyir ki, mən səhifəmi bu qədər gözəl aparıram, bu qədər hər şey yaxşıdır. Siz hər şeydir, like eləyirsiniz, məni sevdiyinizi, abla çox gözəlsin, çox iyisin və s. yazırsınız. Amma söhbət deyir treyningə gələndə siz bunu almırsınız və mən buna çox əsəbləşirəm. Və təsəvvür eləyin, adam əslində əsəbləşirəm demir. Deyir ki, yəni siz mənə dəyər vermirsiniz, mənim öyrətdiyimin dəyərini görmürsünüz və s. Təsəvvür eləyin, bu özü də hələ bir aqressiya səviyyəsidir. Çünki mən və ya başqası sizdən inkişaf etmənizi tələb edə bilməz.
Qəşəng bir səhifə işlətsəm, bura izləmə gətirməyim çox normaldır. Məsələn, mən görürəm də siz mən storydə ilişki ilə bağlı nəsə paylaşanda maraqlı daha çox dönüş yazırsınız. Mən orada hansısa ağır bir sual qoyanda. Amma bu qızın kütləsi kameram uçdu. Amma bu qızın kütləsi gerçekten çox keyfiyyətlidir və həqiqətən bəzən çox ağır mövzularda müzakirələriniz, suallarınız, o bizim indi DM-də danışdıqlarımızı başqaları görmür də, onlar mənə ləzzət eləyir. Çünki həqiqətən öyrənmək üçün, gelişmək üçün, yaşamında bir şey etmək və həyatında gerçekten iz qoymaq üçün gələn insanların orada olmağı məni çox sevindirir. Tekrar öpürəm sizi. Və indi dediyim şey nədir? Və siz bundan sonra eyni zamanda bu əsəblə paralel bunu niyə danışdım, birləşdirirəm. Çünki siz bəzən özünüzə əsəbi olursunuz. Necə? Siz eləmək istəyirsiniz nəsə başqa bir şey, amma özünüzə məsuliyyət qoymusunuz nəsə başqa bir şey və bundan dolayı özünüzə aqressivsiz. Məsələn, sizə nümunə verim. Mənim Instagramımı izləyirsiniz, izləmirsinizsə zəhmət olmasa xahiş edirəm. Məndə ən çox aktiv istifadə elədiyim Instagramda, çünki onu özüm istifadə eləyirəm. Yəni özüm işte storylər atıram, özüm yazıram sizə cavabları və s. daimi olaraq məndədir. WhatsApp istifadə eləmirəm, amma Instagramdan erişim həmişə olur və sizin dəyərli suallarınıza həmişə dönüş eləməyə çalışıram mümkün qədər. Və mənim Instagramda siz çox net görə bilərsiniz ki, mən necə rahat adamam. Məsələn, zaten indi küçənin ortasında riski baş vermiş hadisəni burada video çəkən qız orada ekstra rahatdır da. Yəni belə səhər-səhər pijamada belə nəsə hansısa dərsdədir ya da müzakirədir. Məsələn, həftənin birinci günü səhər-səhər saat 6-da bizim VIP maliyyə mentorluq qrupumuz var. Onlarla biz sırf ciddi bir sərvət üzərinə işləyirik və həmin qrupda bütün dostların iş saatları və görüş saatları, təlim saatları qarşı olduğu üçün bizə ancaq qalır səhər-səhər saat 6. Və biz hər həftənin birinci günü səhər-səhər saat 6-da qalxırıq, otururuq o masanın başına və təbii ki normalda durub hazırlaşmağa axotı olmayan mən of course həmin gün həmin saatda pijamada otururam belə və söhbət çox dəyərli olur və o söhbətdən mən bəzən kadrlar götürürəm. Və o kadrların pijamada olmağı və mənim random indi bəzən olur ki, hansı evdə oluram, bəzən olur harasa istirahətdə olanda fərqi yoxdur. Random düşə bilir harasa və fərqli bir fondur da. O fon nə bilim oteldirsə çox səliqəli ola bilər ki, evimin yığışdırılmış halıdır, ola bilər yığışdırılmamış və bunun normallığını qəbul edirəm. Okay? Ona görə bu məni əsəbləşdirmir. Və bu mənim üçün dəyərlidir. Sizin yazdığınız geri dönüşlər və mövzuya odağınız. Bir dəfə bir xanım mənə yazmışdı ki, mən dəfələrlə sizin pijamavızı tənqid eləmişəm, amma siz başa düşməmisiniz ki, bunu dəyişdirmək lazımdır. Dəfələrlə tənqid eləmişəm, başa düşməmişəm. Deməli, başa düşürəm, demək istəmirəm. Bu qədər bəsit deyil. İndi isə burada bizdə əsəb harda gəlir? Əgər mən özümü obrazlaşdırmağa çalışsam, məsələn, mən özümə desəm ki, biri var mənim üçün həqiqətən dəyərlidir, mənim üçün dəyərli deyil. Mənim üçün tak ki, həqiqətən dəyərlidirsə, estetika, gözəllik, məsələn, mənim bir rəfiqəm var, prosta oturub 2 tikə yemək yeyib söhbət eləyəcək, 1 saat sol açır. Qoy bu boşqabla eyni rəngi olsun və s. belə. Məndə isə bu yoxdur. Və təsəvvür edin, məndə bu yoxdur və mən sizin gözünüzə xoş olmaq üçün və ya hansısa bir niyyətlə ola bilər, prosta Instagramda qəşəng görünmək istəyirəm, ola bilər, istəyirəm müştəri məni bəyənsin, random hər nədirsə, bir niyyətlə hər dəfə özümü məcbur eləyirəm, daha qəşəng fon, tez durub geyinmək və s. Bu mənim içimdən gəlmir, altını çizirəm. İçimdən gəlmir. Bəzi qızlar var Azərbaycanda, onlar çox qəşəngdirlər, çox qəşəng estetik geyinirlər, çox gözəl bəzəklidirlər və içlərindən gəlir də. Yəni səhər-səhər tezdən durub 9-6 işləyən xanımlar var, saat 8-də yola çıxırlar və saat 8-də kukula kimi yola çıxırlar. Bacı sən nə ara yatdın, nə ara durdun, nə ara bəzəndin? Çünki sevir, içindən gəlir. Amma içindən gəlmədiyi bir şey etməyə özünü zorlayanda adam özünə əsəbləşir. Və bu özünə olan aqressiya zaman-zaman yaşamında üzə çıxır. Əgər həyatınızda məndə bir problem yoxdur, mən niyə belə hiss eləyirəm deyə bir sorğulamanız varsa, Fidan xanım, mənim dərdim yoxdur, amma özümü narahat hiss edirəm kimi şeylərlə gəlirsiniz. Ortada hətta şey deyirsiniz bəzən, əllə tutulası bir problemim yoxdur, amma var deyirəm əllə tutulası. Bax sən özünü başqa yerə qoymusan. Özünü öz həyatına qaytar. Özünü öz istəklərinə qaytar. Çünki bu da sənə əsəb verir. Uzun sözün qısası, bugün də əsəblə dostlaşdıq. Artıq yavaş-yavaş
Siz qəbul edirsiniz ki, həyat necə qəşəngdir və eyni zamanda da necə çətindir, eyni zamanda da necə asandır, eyni zamanda da necə stresslidir və bütün bunların cəmi həyatdır və yaşamda sizin reaksiyalarınız çox önəmlidir. Siz necə müşahidə edirsiniz, nə görürsünüz, nə edirsiniz, nə reaksiya verirsiniz. Çünki bir çox hallarda gəlin bu reaksiya söhbətini gələn öz aramızda da danışaq. İnşallah yadımdan çıxmaz. Çıxsa da zəhmət olmasa yadımdan salarsınız ki, mən sizə danışacağım. Siz hansı halda necə reaksiya verirsiniz və bu reaksiyalar həyatınızda necə təsir edir? Çünki bir çox hallarda sən o an orada sadəcə atıram qabağında birisi boş-boş danışır işdə və sən o an eləmək yerinə və ya prosta dayanıb keçmək yerinə onunla dalaşırsan və ayın sonu sənə veriləcək projeni itirirsən. Çünki o olur müdürün xalası, oğlunun nəvəsi. Ona görə də reaksiyalar bizə zərər verə bilir. Eyni zamanda həyatın hər yerində keçərlidir. Gələn dəfə danışacağım deyib bu dəfə niyə danışmağa çalışıram ki, çalışan bir dəni tez yerləşdirim, qutarsın. Yox, bunu ayrıca bir mövzu ayırıram. Özünüzə çox yaxşı baxın. Xoş günlər, xoş əsəbləşmələr. Bunun da normallığını qəbul elədiksə, artıq biz əsəbləşəndə panika keçirib, o ölürəm, ay stres demək yerinə dayanacağıq, nəfəs alıb verəcəyik və bunun sadəcə bir an olduğunu və bu anın artıq keçdiyini qəbul eləyəcəyik. Beləcə hər şey daha yaxşıdır və daha yaxşı hiss etməyin vaxtıdır. Hələlik, görüşürüz.